Təsəvvür edin ki, bir meşəni 200 il əvəzinə cəmi 20 ilə yenidən böyütmək mümkün olsun. Bu mümkünsüz görünə bilər, amma bu texnologiya artıq istifadə olunur. Problem ondadır ki, əksər ağac əkmə layihələri çox yavaş irəliləyir və ağaclar da gec böyüyür. Amma Yaponiyada istifadə olunan bir metod ağacların 10 dəfə daha sürətli böyüməsinə kömək edir. Miyawaki adlı bir botanist başa düşdü ki, biz ağacları yanlış üsulla yetişdiririk. Çünki təbiətdə ağaclar səliqəli sıralarla böyümür. O isə tam əksini etdi. Ağacları bir-birindən uzaq əkmək əvəzinə onlarla ağacı, kolu və çiçəyi çox kiçik bir sahəyə yerləşdirdi. Çünki təbiətdə rəqabət onların daha sürətli böyüməsinə səbəb olur və məhz bu hər şeyi dəyişdi. Təbiətdə normalda 200-dən 300-ə qədər il çəkən proses bu metodla cəmi 20-dən 30-a qədər ilə baş verir. Yəni 10 dəfə daha sürətli. Videonu yadda saxlamaq üçün bəyənməyi unutmayın. Videonu bəyənməyi və daha çox maraqlı məlumat üçün izləməyi unutmayın. Hər gün yeni paylaşımlardan xəbərdar olmaq üçün abunə olun.